Biz onda tam av elədik ki, bizi aparıb başımızı onların qəbrinin üstünde başımızı kesecek. Allah'ın olsun götürürdü samanı, derdi yiyin bu samanı. Uşaq gəlib üzümüzə tüpürüb, bize Ermənicə söyledi, biz de bilmirdik ki bu ne değil, ne 60 ağaç. Rəhmətli Hüseynə vurdular, 40 manın 20'sinde Şahinə. Məhəmməd ağa, hər vaxtın xeyir olsun. Avatınız xeyir olsun. Məhəmməd ağa, siz əsir düşmə şəraitiniz necə oldu? Hansı şəraitdə əsir düşdünüz? Zolğozun mərkəzindən maşınla gəldi, Ağzəbədi qış yaparla. Mən özüm bir qadir olduğuma görə gəldim buradan oturdum aparmağa. Qayıdıb gedəndə Xankəndə ətrafında Həsənabad deyilən yerdə bizi erməni vandalları bizim qaldırağımızı kəsib 6 nəfər erməni. O vaxtda Rusun vayenlisinin olduğu vaxt idi. Biz elə bildik ki bu Rusun vayenlisidir. Sən deyim bunlar vazı Rusdan alıb qabağımızı kəsmişmişlər. Bizdə xəbərimiz yoxdur. Qabağımızı kəsdilər, 6 nəfər altısı da avtomat əyara verdi, dedi təpə. Elə oradan da bizim maşına bir düşürüb, Oğaza gəlib bizi əsir götürdülər. Əsir götürüb hara apardılar sizi? Ümumiyyətlə əsir götürülərkən sizə işgəncə verildi mi? Sirdə bizi götürəndə hara getdiyimizi, hara apardıqlarımızı bilmədik. Ona görə ki bizim başımıza torba keçirib, qollarımızı bağlayıb, qaranlıq düşəndə hara apardılarsa xəbərimiz olmadı. Bizi sonra qaranlıq düşəndə təxminlə saat 10 radələrində, 10-11 radələrində bizi bir həyətdə maşından düşürdülər, gözümüzü açdılar, bir toy otağına qapdılar. Oradan da bizim müsibətli günlərimiz də ondan sonra başladı. 3 nəfər idik. Biri rəhmətə gedib, Noruzov Hüseyin, biri də Şahindir, bir də mən. Özlərinin sanadıkları hesabla təysə bircə dəfəsini deyirəm, 60 ağac rəhmətli Hüseynə vurdular, 40 manı 20'sinde Şahinə. Şahinə ona görə az vurdular ki, onun zordan əməliyyat eləmişdilər. Ona göre ona az vururdular. Sonra kolumuzu bağlamışlar. Alnında da saat onun sapı var. Arkadan təpiyle ne tarafırsa gitti divara başım değdi. Bu şirkette bak hal-hazırda bu saatte yerim ehlim deyip durur. Ondan sonra Lazov bizi olsun onu eğer ahire kadar danışsam bir kitaba sırası şeydi. Sonra acı biberi getirirdiler, dövülmüş adam. Belki de onun yok bir 20 santı uzunluğunda olardı. Öz çörəklərini gətirib deyirdiler ki, gəlib çörəklə acı biberi yiyəsiz. Bir qaranlıq yerdə aç su saxlayırdılar. Gündə bir dəfə, ancaq bircə dəfə bayra çıxmaq. O da akşam tərəfi. İşten gəlirdi, suz koydular, az koydular. Ahırda da biz baktık ki bizim onsuz da son ahır akıbetimiz ölümdür. Ya burada kaldık öldük ya da kaçtık haradaysa bir yere gittik. Bəhmən dayı, siz bir müddət orada tövlədə, mən də olan məlumata görə tövlədə saxlanmışsınız. Bəli, tövk damında, tövlədə, ne bileyim, belə yerlərdə. Bazoğlu, heç birim bilmirdi ki, apardıklar yer haradır. Onlar bize yer adı çəkmirdilər. Ki bilək ki bu yerin adı nədir. Sonra Xocavənd çıxmamışdan əvvəl, yox, Xocavənd çıxan günüydü. Dedilər ki, gördük deyirlər ki, Xocavənd yoxdur da, ermənicəm bir-birə. O rəhmətli Hüseyində azmaz Xankəndində şoförlükdə oxuyanda ermənicəm başa düşürdü. Dedilər uşaqlar, sən biz bilmirdik ki, o vaxtı
İndi Xocavənd gedir, o vaxtda Martun gedirdi. Sən deməyə bizim Martunda sağ vermişlər. Ondan başqa da bizi başqa yerlərə ancaq gecələr yerimizi dəyişirdilər. Da gözü bağlı, qol bağlı da bilmirdi ki, hara gedir, bizə hara aparırlar. Son qaçmağımıza bir 10 gün qalandan əvvəl dedilər ki, Xocavənd yoxdur. Biz onda bildik ki, bu harda Martun, sən deməyə indi ki, o vaxtda Martun gedirdi. Martunda bizi saxlayırmışlar. Amma ondan başqa neçə yerə aparıblar, harda olmuşuq, nə tər olmuşuq, onu heç biri biz bilməmişik ki, bizə hara aparılır. Ona görə ki, hamımızın gözü bağlı, qolları bağlı, özlə bizi aparan vaxtı gecə aparırlar. Da bilmirdik ki, biz haradayıq. Bir müddət mülki vətəndaşlara da veriblər sizi əsirlərlə dəyişdirilməsi üçün. Mülki vətəndaşlar sizi əsir saxlayıblar, girov saxlayıblar. Bəli, bizim mülki insanlar saxlayırdı. Bizimkilər o vaxtda deyiblər ki, sizə pul verək, maşın verək. Bunlar da deyirmiş ki, postlarda əlaqə saxlayırmışlar. Xan kəndinin üst tərəfində kəndin adı nə idi? Orada post vardı. Postda bizimkilər əlaqə saxlayırmışlar ki, bizə tuzat lazımdır. Ona görə də onların son axırda ki, oymuş ki, bizi öldürərlər. Gördü ki, 2 nəfər bayımış gəldi, hamısı da saqqallı idi. Dedi ki, və bizə aparırlar öldürməyə. Sonra bir nəfər girdi içəri, dedi ki, ermənizdən biri dedi ki, və bizimkiləri Xocavənddə o vaxtı Martunda. Rus vayinisi 2 nəfər erməni öldü. Biz qorxduq ki, həqiqətən biz aparıb onların qəbri üstə başımızı kəsəcəklər. O evində bizi qalan bir nəfər gəldi, dedi ki, sizin bu işlə əlaqəsi yoxdur. Onlar yeyib, keyflənib, nəşələnib, gedib Rusun salqatına ateş açanda Rusun salqatı da onları öldürüblər. Ondan sonra biraz topladı. Onsuz da onların bizə gün axşama qədər, mənim əlimin üstündə bax bu saatda 20 əhlimdir. Çubuqla nə tərləmişdirlərsə, bir həftə o demək qan damarı şişmişdi. Onu əvvəldən axıra qədər baş oldu. Vallahi onun hamısına həmən keçmiş gündür. Hamısında danışsa çox belə uzun çəkər. Bizdə olan məlumata görə siz əsir saxlananda, daha doğrusu girov saxlananda orada hətta mülki vətəndaşlar da ara sıra gəlirmiş, sizlərə işgəncə verilmişlər, sizi döyürmüşlər. 3 həftə gəlirdi, onların bayevkiləri də gəlirdi. Allah'ın olsun, elə olubdu ki, boyuş ya 1 metri olmayan uşaq gəlib üzümüzə tükürür. Bizə ermənicə söydü, biz də bilmirdik ki, bu nə deyil, nə ayrı. Bizim də ixtiyaratımız özümüzdə gördü ki, kim orada onların qabağında bir söz deyə bilərdi. Bəlkə elələr var, yekə danışır ki, mən belə danışdım, elə danışdım. Vallahi onların qabağında biz heç bir kəlmə kəsə bilmirdik. Mümkün şəxslər də gəlirdi, işgəncə verirdi, bayılıqlar da verirdi. Onların işgəncəsi bizdə en qədəridir. Daha çox hansı işgəncələr verirdilər sizə, Bəhmət dayı? Onların əsası qoz vaxtı idi. Gəzəlin gətirib, rəhmətli həmən Novruzov şeyinə verdilər ki, gərək bu qozun gəzəlin yeyərsə. Bu da üstün kəsdi, yedirdik, gecə zəhərlənmə verdik, qaytarırdı. Sən demə bunlar da çöldən bilirmişlər, səhər gəldi edərə. O atıran gelgən kimidir, qaytarar. Yarpağı gedirdi, çöldən gətirirdi. Necə də bir çəpşə, quzuya yarpaq verəsən, deyirdi ki, yeməlisiniz. Samanı Allah'ın olsun götürürdü samanı, deyirdi yiyin bu samanı. Samanı yeməli deyildi, boğazdan keçmirdi.
Bizi qoydu uzandırıb cərglə bayevlər elimizdən keçirdi əyni-bəyinə. Yalan deyirlər, səhv deyirlər bilmirəm. Deyirlər ki bizim 2 nəfərimiz yoxdur. Siz onlarla dəyişəcək. Bəlkə də yalan deyirdilər. İdazı onu biz bilməzdik ki bunlar yalan deyir, düz deyir. Onsuz da onların əlində idi. Kendilərində öz istədikləri qədər də verirdilər. Gecə olubdu, bir qaranlıq bir zirzəmi vardı. Bizi 3 sutqa orada onlar da görüm ona nə deyirlər. Həmən yerdə zirzəmidə bizi 3 sutqa orada aç-sus saxladılar. Bunun hamısı işgəncə idi bizə. Bəs bu ac susuz deyirsiniz qalmısınız da. Bu ac susuz qalmaqla necə həyatda qala bilirdiniz? Necə orada belə deyək də yaşam uğrunda mübarizə apardınız? Yox idi ki, indi tam bizi o demək deyildi ki, 3 öğlen 3'ünde vermirdilər. Gətirirdi quru çörəyi, acı biberi, deyirdi yeyin. Biz də canımızın dərdindən ölməmək üçün həmən acı biberdən biraz yerdik, gəlirdi ki, hamısı yeməmişik. Başlayırlar onu sonra bir də işkəncə döyməyə, verməyə. Belə 85 gün orada bizə olmazı işkəncəsin, zülmün əsarətin verib. Nə onların məqsədi nə idi? Bizi nəyə görə götürdüklərini demirlər. Sonradan soruya dedilər ki, və bizim 2 nəfər adamımız yoxdur, sizinlə onları dəyişəcəyik. Sonradakı da gördük də bu mümkün deyil. Onsuz da axırda qaçsaq da ələ keçsə ölümdür, burada da qalsaq ölümdür. Rəhman müəllim, bunların nə dediyi bizim üçün qaranlığıdır. Yəni onu deyirlər ki, hələ bizim adamımız yoxdur, onlarla dəyişmək istəyirdik. Amma yalanıdır, geçəydi orasını bilmirdi. Erməni vardı, öz də müəllimidir. Bir dəfə o bizə bal getdi. Bayevlər buna baxdı, üstünə nəzər qışqırdısa, dedi, hərə onlara pavojil deyir, onu zivilin buradan götür. Bəlkə də o erməni elə bir şey istəyərdi ki, bayevlər imkan versə, arada bizə elə bir şey yeməkdən, haqq hesabdan verə. Ancaq qorxusundan verə bilmir. Bir nəfər orada gördüm. Bir də bir nəfər qadın bizə bir dəfə üzüm gətirdi. Bir də bu fırnıq deyilir də bu. Onunla bir yerdə bir qabda gətirdi. Dedi, Allah bunları evini götürsün. Biz qabaqda bir yerdə yaxşı yaşayırdı, yaxşı dolanırdı. Bunu biz eləməmişik. Bunları Yerevandan gələn ermənilər. Dediniz ki, sizi öldürməklə də hədələyiblər. Bir məqam artıq sizi qəti qərara gəlsinlər ki, sizləri qətlə yetirsinlər. Belə məqam oldu mu? Onu bir dəfə bizə demirəm, bəzadə o Ruslu vayelisi ilə bunlar atışanda biz onda tam ağ elədik ki, bizi aparıb başımızı onların qəbrinin üstündə başımızı kəsəcəklər. Onda keçirdiyimiz həyəcanı deyirəm ömrümdə mən hələ də keçirmişim. Axırı bunun yoxdur, sonu yoxdur. Burada qaldıqsan bunlar bizi yedizdirməyəcək hava yerə. Bizi onsuz da öldürəcəklər. Həmən o Xocavənd çıxandan 10 gün sonra həmən qaçmaq planımızı döydük gün, onsuz da biz buradan qaçmalıyıq. Yəni Allah'a fəna. Ya ələ keçib öldürəcəklər, ya çıxıb gedəcəyik. Bizi Töyük damına qatmışdılar. Töyük damında onlarda kariyer vardı. Daşı şüşək səsində şüşə kimi idi. Amma uzun bağlamalar vardı. Bizim halkımıza gətirib bir dənə kamazın telkini açmışdılar. Kəllə tərəfi qatlanmamışdı. Gündə elə bir şey orada bir dənə daşı çıxardıq, qoyduq tentik altına, qaytarırdıq əynə bilmirdilər. Verə kam oranı baxdı ki, amma çöl tərəfə doğrumuzda ancaq içərizdə. Onu da deyim ki, gillə hörmüşlər, ona görə asandır. Yoxsa əgər o əhənglə olsa, sementlə olsa, o hesaba biz orada çıxa bilməzdik.
Bu minvandan hazırlaşdıq. Axırda demək, qaçdığımız gecəsi noyabr ayının 30-unun gecəsi təxminilə saat 1-dən 2 arası iradələrində. Onu da nədən deyirik? Əksər hallarda bu xoruzlar səhərə yaxın bir də gecə yarı banlaşırdı. O gecə banlaşanda bildik ki, gecə yarı. Ondan sonra biz oradan sınağa dürət elədik. Yəni bu dişimi 6 qızıl dişim vardı. Avtomatı sağır ağzıma onun qərarlığından dişimin yerindən mahlatmışdı. Boynumun kökünə nədər vurursa mən bura gələndə seçmirdim. Elə belə artıqsız demək, heç bir kəlmə nə oxuya bilirdim, nə bir şey eləyə bilirdim. Sonra bu Şirvanlı cəmaatında deyir ki, bu balıq sizə kömək eləyər. Balığın bir də başı, beynindən. Sonra gəldim, dişlərim də burada hamısı töküldüb, zaten dişim bir də yaşda var, amma yaşımdan qabaq dişlərim də hamısı yerimdən tərpənmişdi. Dişim hamısı töküldü, hamısı da protez oldu sonradan. Yolu necə tapdınız? Siz saxlandığınız yeri bilmirdiniz. Bilmirdiniz harda qalırsınız. Nə, onunla qabaq, elə mən şeyində oranı şoför işləyən vardı, rəhmətli şeyin bilirdi. Mən də Kocavənddə getmişdim Kocavəndin özünə. Oradan dar görküydü, bildik ki buradan çıxsa Ağdam üzə biz sərbəst gedə bilərik. Bak bir gün də geçsəm həmən evi qəbristanlarla arası ikinci evidir də, səhv eləmirəmsə. Çıxdıq, bir dəstək küçə iti töküldü üstümüzə. Bizə çölə çıxandan sonra. Açdıq, gözlü raşotka var. Raşotkadan açdıq, qəbristanlamış. Onda yolumuz düşdü aralı. Demək oradan bizi sıfır dağa, dağdan bir ənvani sürətinə 3 aydı bir adam da indi 85 gün 3 ay eyli bir şey. Demək pəndə nəfəs olurduq, gedə bilmirdik yolu, özdə dik yoxşudur. Nəysə yola çıxdıq, yola çıxandan sonra öcə səmtimizi azmaz biraz elədik. Oradan yüz aşağı gedəndə gəldik, indi orada tək qəbir deyirlər, Pirağılaq. Oraya gedəndə oranın da rəhmətli həmən şeyin özündə qəşək tanıyırdı. Yolun o qədər gedib gəlmişdi, mən də tanıdım, amma Şahin tanımırdı oraları. Oradan da gedəndə düşdük Şumda çox müsibət dəst çəkdi. Nəsə, axırı səhərə bir 10-15 dəqiqə işıqlarına idi. Gördük ki, türüşür. Bitişəndə bildik ki, bu haradaysa fermasım. Sənin və burada Mərzini qoy fermasıymış. Gördük ki, cavan oğlandı. Biri olardı 14 yaşında, biri 15-16. Bizi saqqallı görəndə qaşıma istəyəndə dedim, abala, eşitmişsiz Laçından 3 nəfər deyil. Dedi, daha eşitmişik. Onda da mənim 45 yaşım var. Elə deyəndə ayağını sağladı, gəldi bizi apardı evlərinə, bizə çay verdilər, çörək verdilər, dedik. Oradan çıxdıq, Elgi deyilən yol var. Həmən oradan durduq yolun qırağında. Bir-iki maşın gəldi, əlimizi qaldırdı, bizi götürmür, saqqal buradan. İndi həmən şəkil, saqqalı şəkildə bax saat evdədir. Elə burada da sizə göstərə bilərəm. Nəysə getdik, bir axırda biri Boğaz gəldi, bizi götürdü, apardı Mərziliyə. Mərzildən də bizi dedi, sizə aparıb qoyacam Ağdamda. Bizi apardı Ağdamda qoydu, bazarın qabağında. Orada da mənim dayım, bacımın evi Ağdamın kökəltməsində olurdu. Oradan bir taksiyə otduq, getdik həmən Ağdamın kökəltməsi. Belə çətin məqamlarda, bu əzablardan bir dəfəlik xilas olmaq üçün intihar etməyə cəhd eləyənlər olub. Hətta intihar eləyib dünyasını dəyişənlər də olubdu. Sonraki dövrlərdə əsirlik həyatı yaşayanlar. Bu fikrə düşdünüzmü ki, intihar eləyəsiniz ki, bir dəfəlik bu acılardan qurtulasınız?
Yok, baz olur söyleyeyim. Bu intihar acili bir işti. Hem de hem de biz orada öyle bir şey intihar söhbəti dedim de acili bir hayatına mübarizə aparmağa bizi başardık. Ki ona göre de yok o niyete düşmemiş. Onlar gelirdi bize deyirlər ki, indi bayaq demədim, bax mənim sol tərəfdən qabırğamın biri rəhmətli şehrində döş sümüyündən 2 il sümüyü zadı qabırğa birləşən yerdən onu qırılmışdı. Yılda birbirimize destek veririk. Derdik ki yaman günün ömrü az olan. Gözmək lazımdır. Ona göre de elə gözürdük. Az da qaldıqsa da, susuz da qal. Mən girov düşəndə elə rəhmətli şeyində çox məndən bayağı oydu. Gələndə elə bir ki bizi tanımırdılar ki biz kimi. Və 85 gün içərisində bir evine çox elə dolanırdı. Yəni ağrı işgəncənin biri bax bu alnındakı çapı görürsünüz. Bəli, görünür. Buraya bak sol tərəfdə çapdır. Biri odur, ən dəhşətli işgəncənin öbürünə qan sifətimə töküldü. Sonra gətirdilər hemen o evində saxladıkları yerdə hemen o deyirdim ki bir erməni hemen yaranı spirtlə sildi bir iki dəfə. Bax bizi o vaxtı girovluqda indi bax görə bilərsiniz. Bax deyə bu şəkili görürsünüz şəkili. Görürüm, bəli. Bax o vaxtı girovluqdan gələndə bizi apardı Şahlar Kalamoğlu, gətirdi Ağdam da bizi Dəlləyə getməmişdə qava üzümüzü qırtdıdı. Sonra havama getdik. Sonra rəhmətli Çingiz Mustafayev bizdən müsahibə almır. Kürəyimin arasından Kalamoğlu hamamda deyir ki bu kürəyindəki bu nədir belə? Əyri neysə yer iz var. Dedi səndə də var, feyində də, amma şahində heç olunmur. Erməninin çəliyinə o qədər onu vurmuşlar ki, çəliyin yeri demək o son 40 gündə o getməmişdi. Bunların hamısı rəhmət Çingiz Mustafayev o vaxtı çəkmişdi. Bu müddət ərzində ailə üzvləriniz sizin erməni əsirliyində olmağınızı bilirlərmi? Abi, ya bilmirlər. Demək o 85 gün içərisində mənim yoldaşım 5 ildir məni tanımır. Mən kiməm? O qədrə sarsıntı keçirmişdi. Sonra gəldi bir hadisəmiz oldu. Ondan sonra bir cad elədi. İndi 5 ildir mənim yoldaşım məni demək mən girovluqda gələndə gəldim ki o bir quru sümükdədir. Demək heç kəs inanmırdı ki biz oradan sağ gəlib çıxmışım. 85 gün ərzində qalasan orada sənin ərzəqədə böylə bir cavab verən yoxdur ki özdə mən milli münaqişə zəminində çıxmışdım pensiyə. 2000-ci ildə, 2001-də. Ki o qədər hidriyyətlənirəm ki, demək mən kefdən getməmişdim, mən kolxoz yolunda getmişdim. Çox unutdan xalqı, amma ermənilər heç vaxt onların yadından ki, küdrət çıxmır. Amma biz unutqanıq, deyir şey olub da keçib gedib. Amma onların heç vaxt onların yadından nə çıxası deyil. Nə onları bizlə elə ədavətləri 1905-ci ildə, 1918-ci ildə, sonra bir gəlib 48-ci ildə bunların hamısını biz görə gəlmişik. Amma biz unutqanıq. Onlarla valla bizim bir yerdə yaşamağımız qeyri-mümkündür. Bir də mənim bir şey yadımdan çıxdı, bəz oldu. Rəhmətli İsmət Qaybovgili demək da biz nə bilirdik ki bunları öldürüblər yerə. Dedi gəldi bir erməni girdisləri dedi ərə bilirsən bugün neyləmişik. Dedi ki sizin nə qədər baş filanlarınız var bizdə aparat var onu vertolyotlu yendirib yerə hamısını kırmışıq. Sən deməyə həmən onda İsmət Qaybovgili həmən demək Xocavənd təxmini ilə çıxandan
Ayın 16'sı idi, 17'si səhv eləmirəmsə, onların vertolyotda qırağında, sonra da Xocabəs çıxdı, ondan sonra da 30'unun gecəsi biz oradan yoxduk. Səmada vurulması yox, endirilib sonradan orada olan şəxslərin qətlə yetirilməsini deyirdilər də. Belə başa düşdüm mən. Da onlar deyirlər ki, bizdə bir elə aparat var ki, vertolyotu yendirdik yerdə onların hamısını qırmışıq. Sən demək vertolyotu qırmışmışlar, vertolyot yerə düşəndən sonra indi bilmirəm, sağ qalan olmayıb. Kimi də o vaxt deyirlər ki, yerdə atışma olub. Onlarla, erməni ilə bizimkilərin arasında atışma olubdu. Elə orada da hamısını qırıb yandırmışdı. Bəhmən dayı, maraqlı müsahibəyə görə minnətdaram, çox sağ olun. Çox sağ olun, minnətdaram. Bizi izlədiyinizə görə çox sağ olun. Videolarımızı bəyənib paylaşmaqla kanalımıza dəstək olmağı unutmayın. Salamat qalın.